Hansısa bir dostunuzla biznesiniz olub qurduğunuz startapınız Çox. falan? Bütün hamısı dostlarımla olub. Dostla necədir? Bəzən məsələn deyirlər ki, mənim eşitdiyim məsələn Bu var idi, gərək bunu silərdim. Yəni çox yoxsa belə hazırlaşmamağın problemi budur. Mən bunu olmadı bax belə. çox belə aşataş yaradacaq fikirlər ola bilər burada. Yəni bilmirəm, Azərbaycan tərcümə eləyə bilərək, tərcümə eləyərək demək istəyirəm. Səni yəni Everestin təpəsinə də çıxarda bilər. Səni Marina Trench'in dibinə də soxa bilər. Yəni bilsən dost elə şeydir ki, yəni məsələn biznes mühitində deyirəm. Mən bu dəqiqə niyə korporativ dünyada bəzi şeylərdə rahatdır və ya şey eləmək çətindir. O qədər çətin mövzuları dostla danışandan sonra heç bir emosional atnaşan, yəni emosional duyğuların olmayan bir insanla bunu danışmaq o qədər asan olur ki. Çünki dostla ən böyük çətinliyi, mənə bunu vaxtında demişdilər, gərək mən də eləyərdim bunu. Mən eləmədim. Məsələn, özüm üçün ən böyük sırğadır bu. Yəni həyatım boyunca daşıyacağım sırğadır ki, biz bu ilk startup'ı qurub, ilk böyük ödülümüzü qazananda, ilk böyük prizimizi qazananda çox sevdiyim bir dostum var idi. O gəldi mənə dedi ki, ortağınla aranda heç olmasa bir dənə yazılı bir kağız var. Mən dedim ki, bunu banka gələndə də bizə demişdim. Biz dedik ki, yəni biz necə, o da yenə cavanlıq alovu da deyil. Elə şey olar, biz hər şeyi həll edə bilərik. Biz hər şeyin üstəsindən gələ bilərik. Yəni İllərin dostuyuq falan. Yəni illərin dostuyuq. O yüzden yəni selling point də o özünüzü satma mövqeyini. Çünki investor gəlir deyir ki, investorun çünki ən böyük indi yəni məlumatdan, çünki illər ərzində yığılmış dəhşət çox məlumatlar var startapa əlaqədar. Əvvəl belə şey yox idi da. İndi Crunch kimi, Deal Room kimi çox məlumat yığanlar var. Və bunların bizə gətirdiyi və öyrətdiyi tək şey oldu ki, ən böyük problem, ən böyük şirkətlərin pozulma səbəbi ortaqlar anlaşıldı ki, anlaşılmazlıq. Hamısında, yəni belə %60 civarında mı, %70 civarında inanılmaz bu mövzudan olur.